Yazıcı Məmməd Orucun Köçürülmə romanının yeni nəşri Professor Əfzələddin Əskərin böyük Türkmanlar və Türk dastanı yaradıcılığı tarixinin Oğuznamə dövrü elmi əsəri, o cümlədən də şair Vaqif Bəhmənlinin İri Planda adlı kitabının təqdimatı olub. Yazıcı Sədər Alişarının təşkilatçılığı iş adamı İsfəndiyar Axundovun dəstəyindən 3 kitabın təqdimat mərasimində əsərlərin bədii, estetik və elmi publisistik dəyərindən danışıldı. İsfəndiyar Axundov bu əsərlərin nəşr olunmasında çox böyük həvəslə iştirak etdiyini söylədi. Bildirdi ki, bu kitab sevərlər üçün ən yaxşı hədiyyə olacaq. Toplantıda o da qeyd olundu ki, hər üç əsər öz janrına görə Azərbaycan ədəbiyyatı, elmi və mətbuat araşdırmaları üçün böyük əhəmiyyətə malikdir. Məmməd Orucun Köçürülmə romanı 30 il əvvəl yazılsa da, bugün də aktuallığını və bədii gücünü qoruduğu da söyləndi. Əsərdə bütöv bir xalqın faciəsi Rus imperiyasının müstəmləkə zülmünün təzahürü kimi təqdim olunur. Yazıcı Səfər Alişarlı Professor Əfzələddin Əskərin böyük Türkmanlar və Türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü kitabını müasir folklorşünaslıq üçün ciddi töhfə adlandırdı. Vaqif Bəhmənlinin İri Planda kitabının Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr olunduğu da deyildi. Bildirildi ki, bu kitab Azərbaycan mətbuatının realist güzgüsüdür. Günəş Rızayeva, Nadir Cəlilov, Fidan Səfər, SBS xəbər.